Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədəndir üzrə ekspert Elnay Rəhimov, Tambovski. Bugünkü mövzumuz çox maraqlıdır. Söhbət açacağım ki, bir xanım aşiq olduğu halda öz inancları ucbatından necə olur ki, münasibəti tamamilə fiyaskoya uğradır, yəni çöktürür. Bax, məsələn, qadınlarda test etmə şəkli var kişilərin. Bir də görsən, mesajları gecikdirmə, və yaxud da emosional yerləncək yaratma, bir gün yaxşı davranır, bir gün pis davranır və yaxud da sərhədlərini test eləmə, qəzəbləndirmə, yəni bu kimi testlər olur. Bəylər də bəzən bunları başa düşmürlər, anlamırlar, elə bilirlər ki, bu xanım bu bəyə qarşı yəni qərəzli davranır və yaxud da qəsdən bunu eləyir və yaxud da deyək ki,